Salam uşaqlar. Bugünkü mövzumuz linzalar, linzada xəyalın qurulması. Deməli, yazaq linzada xəyalın qurulması. Ümumiyyətlə linzalar nədir? Linzalar sferik səthlərdə hüdudlanmış şəffaf cisimlərdir. Necə? İndi gəlin şəkil çəkin baxaq. Baxın, bu şəkildə, deməli çəkdiyim şəkillərdə indi mən buranı qaralayacağam və göstərəcəm ki, linza hansıdır. Bax, sarı nəyək. Bu hissə, boş, bu hissə, burada qalan bu hissə, sferik səthlərdən hüdudlanmış, bax, bu işarə elədiyim bu hissə, deməli, adlanır linza. Eynən burada da göstərəcəm. Dəqiqə. Bu şəkildə gördüyünüz, burada sarı, burada mavi rənglədiyim hissə linzalar göstərir. Linzalardır. Bir dəqiqə. Deməli, linzalar tərif edəndə deyirik ki, sferik səthlərlə hüdudlanmış şəffaf cisimlərdir. Həqiqətən də burada sferik səthlərlə hüdudlandı. Bax, belə də ştrixləyəcəm içərisindən. Baxın, burada da başqa nə götürək. Sferik səthlərlə hüdudlanmış şəffaf cisimlər adlandır linzalar. Kənara çıxaraq biz onu çəkək burada. Bax, bunlar linzalardır. Linzaların iki növü var. Bu, birinci linza qabarıq linza. Bu isə çökük linzadır. Çökük linza. Və qabarıq linzalar üzərinə düşən işıq dəstələrini topladığı üçün onların başqa adı toplayıcı linza. Çökük linzalar üzərinə düşən işıq dəstələrini səpdiyi üçün onları adlandırırıq səpici linza. Və qabarıq və çökük linzaları sxemlərdə şərti olaraq bu şəkildə göstərirlər. Deməli, şərt işarəsi qabarıq linzanın şərt işarəsi budur. Şərti işarəsi. Çökük və ya səpci linzanın da şərt işarəsi budur. Və yadınızda saxlayın ki, qabarıq linzanın ortası, bax, orta hissəsi kənarları nisbətən qalın olur. Kənarlara fikir verin, nazikdir. Amma çökük linzalarda və ya səpci linzalarda orta kənarlara nisbətən nazik olur. Bunu yadda saxlayın. Və qabarıq linzanın özünün üç növü var. 2 qat qabarıq. Deməli, qabarıq linzanın özünün neçə növü var? 3 növü var. 2 qat qabarıq. 2 qat qabarıq. Sonra iki tərəfi, başqa sözlə iki tərəfi qabarıq da deyirlər bunlara. Sonra ikinci müstəvi qabarıq. Üçüncü demək çökük qabarıq. Deməli, bu qabarıq linzanın növləri oldu. Qabarıq linzanın növləri. İndi şəkillərində çəkək, görək necə seçməliyik. Bax, şəkildə gördüyünüz birinci şəkildə 2 qat, deməli, iki tərəfi qabarıq və ya 2 qat qabarıqdır. İkinci, deməli, şəkildəki müstəvi, bir tərəfi düz xətt müstəvi şəklində olan qabarıq linzadır. Üçüncü isə çökük qabarıq. Bunları fərqləndirmək üçün həmişə ortasına fikir verin. Orta qalındırsa, deməli, bu qabarıq linzanın növüdür. Demək, davam edək. Bir də çökük linzanın növlərinə baxaq. Çökük linzanın növləri. Onun da 3 növü var. Deməli, dedik ki, çökük linzalar ortası kənarlarına nisbətən nazik olan linzalardır. İndi çökük linzaların şəkillərini çəkək. Onun da 3 növü var. 1. 2 tərəfi çökük. 2. Müstəvi çökük. 3. Qabarıq çökük. Deməli, şəkildə gördüyünüz birinci
2 qat, yəni və ya iki tərəfi çökük, hər iki tərəf çökükdür. İkincidə müstəvi, bir tərəfi düz xətt, müstəvi çökük, üçüncü isə qabarıq çöküklü. Linzanın mərkəzindən keçən oxa deyirlər baş optik ox. Baxın, bunun mərkəzindən keçən, nöqtədə qeyd edeyim, mərkəzindən keçən oxa baş optik ox deyilir. Linzanın mərkəzindən keçən ixtiyari xətt, məsələn, deyək ki, bax bu xətt. Mərkəzindən keçən ixtiyari xətt bu olsa da, yəni digər bu olsa, hansı, yəni olur olsun, fərqi yoxdur. Əgər mərkəzdən keçirsə, ixtiyari düz xətti biz optik ox adlandıra bilərik. Bunu nümunə üçün çəkdim, bax, mərkəzdən keçən. Sonra linzanın üzərinə düşən şüalar, paralel düşən şüalar. Gəlin bir neçə paralel şüa yönəldək. Bunu götürək. Bax, paralel şəkildə yönəldək. Bir dəqiqə. Baxın, deməli, linzanın üzərinə baş optik oxa, linzanın üzərinə həm də baş optik oxa paralel düşən bu bənövşə ilə çəkdiyim şüalar. Linzada sındıqdan sonra baş optik oxu kəsdiyi nöqtəyə deyirlər fokus nöqtəsi. Yazıram bura F. Bax, bu nöqtəyə fokus nöqtəsi deyirlər. Baxın, indi burada mən şərti işarəni işlədim. Deməli, burada fikir verin. Mən qabarıq linzanı bu şəkildə göstərmişəm. Birincidə, şəkil 1-də. Şəkil 1 yazaq buna. Şəkil 2-də də onu sxemlərdə şərt işarəsindən çəkib göstərmişəm və görürsünüz, baş optik oxa paralel düşən şüalar, burada o nöqtəsi yazaq, bir dəqiqə. Baş optik oxa paralel düşən bu şüa ilə bu şüa burada sındıqdan sonra baş optik oxu F-də kəsir. F 1-2 damı təşkil edirsə, 2F onda 2 damı, ondan artıq 2 dəfə artıq damı təşkil edəcək. Ona görə F nöqtəsi bu nöqtəyə düşürsə, 2F də bu nöqtəyə düşəcək. Sonra səpici linzanın da deməli baş optik oxuna paralel düşən şüalar linzada sındıqdan sonra üzr istəyirəm. Sındıqdan sonra deməli şüaların özləri deyil, uzantıları baş optik oxu kəsəcək. Həmin nöqtəni də fokus nöqtəsi adlandırırıq. İndi onun şəklini çəkiyorum, göstərim. Baxın, indi burada da biz səpici və ya çökük linza çəkdik və çökük linzanın fikir verin, baş optik oxa paralel düşdü şüalar qarı xətlə göstərdiyim. Qırıq xətlə göstərdiyim isə onun həmin şüaların, səpilən şüaların uzantılarıdır. Şüalar özləri kəsişmədiyi üçün onların uzantıları kəsişdi. Uzantıların kəsişməsində də xəyal alındı. Daha doğrusu xəyalını çəkməmişəm, yox. Uzantıların kəsişdiyi nöqtəni fokus nöqtəsi adlandırdıq. Bax, F-lə işarələmişəm. Görünmürsə yaşama yazaq. F nöqtəsi. Bu nöqtəyə şüaların özlərinin deyil, qırıq xətlə göstərdiyim bu uzantılarının kəsişdiyi nöqtəyə deyilər, deməli, fokus nöqtəsi. Sxemlərdə də göstərək. Baxın, yenə də demək, səpici və ya çökük linza çəkdim. Onun üzərinə baş optik oxa paralel düşdü şüalar. Şüalar demək, orada sındıqdan sonra baş optik oxu kəsilir. Bu nöqtəyə də deyirik fokus nöqtəsi, qeyd edirəm F. Bundan 2 dəfə artıq o məsafəyə götürsə 2F. Burada F. Orada təxminən belə bir məsafə olacaq. Bu da olacaq 2F. Deməli, linzanın optik mərkəzləri qeyd edeyim. Optik mərkəzdən, yəni O ilə baş fokus nöqtəsi, yəni F arasındakı məsafə fokus məsafəsi adlanır. Fokus məsafəsinin vahidi beynəlxalq sistemində 1 metr qəbul olunmuşdur, məsafədir. Və linzanın fokus məsafəsi xəttkeşlə ölçülür. Demək ki, əgər linzamız bizim toplayıcı linza olarsa, fokus məsafəsi müsbət. Əgər linzamız səpici olarsa, demək, fokus məsafəsi mənfi olacaq. Deməli, yazdım ki, toplayıcı linzada F böyüdür 0, səpici linzada isə F kiçikdir 0 olur. Deməli, indi linzada cisim və xəyal xarakterize edən kəmiyyətlərlə tanış olaq. Bir dənə toplayıcı linza. Deməli, baxın, bu bizim toplayıcı linzamız,
fokus nöqtəsini qeyd elədim. Ondan 2 dəfə uzaqda olan 2 qat fokus nöqtəsini qeyd elədim. Gəlin götürək bir dənə cisim, AB cismi və yaxud da hər hansı bir cisim olsun. Gətirək cismi yerləşdirək ki, F-dən F arasında. Yəni bax burada belə bir cisim qoyaq. Bu olsun bizim cismimiz. Və indi xəyalın qurulmasıyla bağlı danışacağım və orada məlumat verəcəm ki, bu nədir? Bu əslində belə deyək də, bu bizim cismimizdir. Cisim. Bu da cismin həmin bu linzadakı xəyalıdır. Bu isə linzanın özüdür. Cisimdən linzaya qədərki məsafə cisim məsafəsi adlanır. Bu cisimdən linzaya qədər məsafəni qeyd edirəm. Buna deyirlər cisim məsafəsi. Bax buradan cisimdən, cisimdən biraz uzatsam, bax buradan. Linzaya qədər məsafəyə. 2 dəqiqə. Bu buradan, bu nöqtədən, əslində bura qədər. Burada mərkəzi yazaq, O nöqtəsi. Buna deyirlər cisim məsafəsi. Linzadan xəyala qədər məsafəyə isə, buradan bura qədər məsafə isə xəyal məsafəsi deyirlər və onu da kiçik F-lə işarə edirlər. F. Sonra, yenə də biz linzada xəyalı qurmaq üçün nə edəcəyik? Ondan danışım. Mən qısa deyəcəm və sonra onların hər bir şüalarını ayrı-ayrı çəkəcəm. Baxın, belə bir şüa göndəririk, baş optik oxa paralel düşür. Sonra linzada sınandan sonra gəlir fokus nöqtəsindən keçir. Sonra ikinci şüamız sınmadan optik mərkəzdən keçir. Sınmadan optik mərkəzdən keçir. Üçüncü şüamız isə F-dən keçir. Düşür linzanın üzərinə. Dəqiqə. Əlimdəydi, silindi. Linzanın üzərinə düşür. Bu şəkildə davam edeyim. Linzanın üzərinə düşəndən sonra paralel gedir baş optik oxa. Həmin bu şüaların kəsişdiyi yerdə cismin xəyalı alınır. Və cismin hündürlüyünü kiçik h-dan işarə edirik. Kiçik h. Bu cismin hündürlüyüdür. Xəyalın hündürlüyünü isə böyük h-dan işarə edirik. İndi mən bunların ayrı-ayrı adlarını da qeyd edəcəm sizə. Cisimdən xəyala qədər məsafə isə D plus F ilə ifadə olunur. Yəni bu iki deməli ifadənin cəmi olacaq. Gəlin bu cismi də adlandıraq. Məsələn, bu cismi adlandırsaq belə deyərik. AB cismi. Məsələn, bu nöqtəsinə A deyirəm. Təpə nöqtəsinə də B deyirəm. Onun xəyalına da deyəcəm A', B'. Linzanın işıq dəstələrinin nə dərəcədə sındırdığını xarakteriz etmək üçün yeni kəmiyyət daxil edilir. Həmin kəmiyyətə deyirlər linzanın optik qüvvəsi. Bütün qüvvələrin demişdik ki, vahidi optik qüvvəsi. Bütün qüvvələrin vahidi Newton idi. Ancaq iki qüvvə istisna eləmişdik. Biri linzanın optik qüvvəsi, biri isə elektrik hərəkət qüvvəsi. İndi linzanın optik qüvvəsi linzanın fokus məsafəsinin tərs qiymətinə deyilir. Linzanın fokus məsafəsinin tərs qiyməti. Optik qüvvə böyük D hərfi ilə işarə olunur. Böyük D hərfi ilə işarə olunur. Vahidi isə deməli bir dioptriyadır. Skalyar kəmiyyətdir. Skalyar kəmiyyətdir. Xəttkeşli ölçülür. Deməli, nə ilə? Xəttkeşli ölçülür. Düsturu D bərabərdir. Qeyd edirəm. D bərabərdir. 1 bölünsün F-dir. D bərabərdir 1 bölü F. Vahidini çıxaraq 1 bölünsün. Fokus məsafəsinin vahidi metrdir. Metr üstü mənfi 1 də demək olar. Burada bizə verir 1 dPtr. Dioptriyadır əslində. dPtr-ın açılışı dioptriya. Dioptriyadır. Demək, optik qüvvə dedik ki, xəttkeşli ölçülür.
Toplayıcı linzada D böyüdür sıfırdan, yəni müsbət olur. Səpici linzada isə D kiçikdir sıfır olur. Linzanın optik qüvvəsi fokus məsafəsindən tərs asılıdır. Bunun qrafikini çəksək, indi çəkərik daha doğrusu, məlumatlar verəcəm. Linza optik qüvvəsi, deməli D fokus məsafəsindən tərs asılıdır. Ümumiyyətlə fokus məsafəsi demək F və optik qüvvə sferik səthin əyrilik radiusundan, linzanın hazırlandığı maddənin sındırma əmsalından, onun yerləşdiyi mühitin sındırma əmsalından asılı olub, digər kəmiyyətlərdən isə asılı deyil. Deməli, linzanın optik qüvvəsi dedik ki, fokus məsafəsindən tərs asılıdır. Onun qrafikini çəkirəm, hiperbola. Deməli, digər kəmiyyətlərdən asılı deyil. Yəni, digər kəmiyyətlər deyəndə nə nəzərdə tutulur? Xəyal məsafəsindən, cisim məsafəsindən, cismin hündürlüyündən, xəyalın hündürlüyündən asılı deyil. Onu belə şəkildə göstərək. Sonra eyni zamanda fokus məsafəsi də digər kəmiyyətlərdən asılı deyil. Deməli, linzanın optik qüvvəsinin digər düsturu isə 1/F-dən başqa linza və mühitin sındırma əmsalı nisbətindən vahidi çıxıb, vururuq əyrilik radiuslarının deməli tərs qiymətlərinin fərqinə. Linza maddəsinin işıq dəstələrinin sındırma xassiyəsi xarakteriz edən kəmiyyətlərdən optik qüvvə ilə tanış olduq. Ümumiyyətlə, cismin ölçüsünün necə dəyişdiyini xarakteriz etmək üçün isə yeni bir kəmiyyət daxil edilir. Ona deyirlər xətti böyütmə. Linzanın xətti böyütməsi Q hərfi, Q hərfi ilə və ya rus Q hərfi ilə işarə olunur, rusun Q hərfi ilə işarə olunur. Böyük H-ın kiçik H-a, F-in D-yə nisbəti ilə təyin olunur. Vahidi yoxdur, adsız kəmiyyətdir. Burada böyük H dedik ki, xəyalın hündürlüyü, kiçik H da cismin hündürlüyüdür. Onda tərifində də deyirik ki, xəyalın ölçüsünün cismin ölçüsünə və ya hündürlüyünə nisbəti, bir də xəyal məsafəsinin cisim məsafəsinə olan nisbətinə deyilir. Əgər xəyalın hündürlüyü cismin hündürlüyündən böyüdürsə, bu zaman xətti böyütmə də vahiddən böyük olacaq. Yox, əgər xəyalın hündürlüyü cismin hündürlüyündən kiçik olarsa, onda xətti böyütmə vahiddən kiçik olacaq. Əgər xəyalın hündürlüyü cismin hündürlüyünə bərabər olarsa, xətti böyütmə vahidə bərabər olacaq. Bir də əlavə edeyim ki, xəyal həqiqi olarsa, xəyal məsafəsi müsbət, həqiqi olanda, deməli, həqiqi xəyal üçün xəyal məsafəsi müsbətdir. Xəyal mövhumi olarsa üçün F kiçikdir 0 olacaq. İndi xəyalın həqiqi mövhumisi haqqında da danışacağıq. Deməli, gəlin indi nazik linza düsturunu çıxaraq, Toplayıcı linza üçün linza düsturumuz bu şəkildə ifadə olunacaq. 1/F, buna deyirlər linza düsturu. Toplayıcı linzada 1/F linza düsturu bu şəkildə olacaq. 1/F-ə deyirik ki, 1D, elə D deyirik, sadəcə D deyirik, onda olur 1/F. Demək, burada F də sıfırdan böyüdür, yəni müsbətdir, optik qüvvədən müsbətdir, bir də xəyal məsafəsi müsbətdir. Sonra, əgər linza toplayıcı olur, bu toplayıcı linzadır, və xəyal həqiqidir. Deməli, uşaqlar, linzamız toplayıcıdır, amma xəyal mövhumidir. Mövhumi xəyal deyim, yəni xatırladım sizə ki, əgər şüalar özləri deyil, onların uzantıları kəsişəndə cismi xəyal alınacaqsa, belə xəyala mövhumi xəyal deyilər. Və xəyal mövhumidir, amma linza toplayıcıdır. Bu zaman düsturumuz 1/F bərabəri 1/D çıxılsın, 1/F olacaq. Yəni, xəyal məsafəsi mənfi olacaq. D bərabər 1/D bərabəri çıxılsın, 1/F kimi ifadə olunacaq. Burada, deməli, sonra
Amma ola bilər ki, bizim linzamız səpici olsun. Ümumiyyətlə yadınızda saxlayın ki, səpici linzada xəyal həmişə mövhumidir və mən onun şəklini çəkib dərsin izahında, növbəti izahda qeyd edəcəm. Onda düsturumuzda f-lərin hər ikisinin qarşısında mənfi yazılacaq. Mənfi 1 bölü f bərabər 1 bölü d çıxılsın 1 bölü f. Yəni həm xəyal məsafəsi, həm də deməli xəyal məsafəsi, həm də fokus məsafəsi, həm də optik qüvvə mənfi qiymətləndiriləcək. Uşaqlar, toplayıcı linzada şüaların yollarını göstərəcəm. Həmin bu şüalardan da istifadə edib linzada xəyal qurulacaq. Birinci şüa, linzanın mərkəzindən keçən şüalar sınmır. Sınmadan, yəni mərkəzdən keçir. Bu birinci. İkinci, linzanın üzərinə düşən optik oxa paralel şüa, yəni linzanın üzərinə düşən, yəni bax bu paralel olan şüa, mən bunu siləm, səliqəli olsun deyə. Paralel düşən şüa sınandan sonra f-dən keçir. Şüamız görürsünüz. Deməli, f fokus nöqtəsindən keçir, fokus nöqtəsindən keçir. Linzada sındıqdan sonra baş optik oxa paralel gedir. Dördüncü şüamız da 2 qat fokus nöqtəsindən, 2 qat fokusdan gələn şüa linzada sındıqdan sonra 2 qat fokusdan keçəcək. İndi o şüanı da çəkim. Deməli, şəkildə gördüyünüz kimi 2f-dən çıxan şüa gəlir. Linzada sındıqdan sonra yenidən 2 qat fokusdan keçir. Yəni bu 4 dənə şüadır. Əsas yəni istifadə olunacaq şüalarımız isə, yəni əslində çoxdur şüalar. Biz bunları davam edə bilərik. Digər şüaların yollarını da çəkə bilər, amma sizin üçün kifayət eləyir. Əsas isə demək 2 şüa kifayət edir ki, biz linzada xəyalı quraq. Birinci və ikinci şüalar kifayət edir. Amma bu şüaların yollarının hamısını bilməyiniz məsləhətdir, mütləqdir. Məsləhət yox, mütləqdir. İndi linzada xəyalı qurmaq üçün lazım olan şüalar haqqında danışaq. Deməli, mən onu çəkib sizə göstərəcəm. Sonra da ümumi sxem şəklində cədvəl atacağım. Deməli, birinci bir dənə götürürük. Bir dənə götürəyim baş optik ox və toplayıcı linza. Birinci toplayıcı linzada xəyalın qurulması ilə bağlı bir neçə hala baxaq. Deməli, birinci hala baxaq. Birinci, götürək bir dənə toplayıcı linza. Toplayıcı linzamız bu olsun. Toplayıcı linzamız. Qoyaq bura. Bir dənə də baş optik ox çəkək. İndi bir şeylər əlavə edəcəm burada. Toplayıcı linza. Baş optik oxa paralel düşən şüalar bir neçə şüa göstərək. Deməli, birinci halımızda cisim sonsuz uzaq məsafədədir. Cisim linzadan sonsuz uzaq məsafədədir. Biz bunu şərt olaraq belə göstəririk. Və bu zaman cismin həqiqi xəyalı linzanın fokus nöqtəsini alınır. Yəni, xəyal bu nöqtə şəklində fokus nöqtəsini alınır. Yəni, f də bərabər f yazırıq. Sonsuzluq şairəsini biraz yaxşı çəkmədim. Deməli, belə. İndi ikinci halı araşdıraq. İkinci hal. İkinci hal, deməli, cismi yerləşdirmişik 2f-dən arxada. Yazaq ki, bunu şərt olaraq belə. D böyükdür 2f. Yəni, 2f-dən arxada yerləşir. Gəlin görək cismin xəyalı harada alınacaq və necə alınacaq. Deməli, baş optik oxa paralel şüalar göndəririk. Qayda belədir. Birinci növbədə baş optik oxa paralel şüalar göndərmək lazımdır. Göndərək. Baş optik oxa paralel şüa. Bu həmin şüa sınandan sonra mütləq şəkildə f-dən keçməlidir. Qayda belədir. Deməli, baş optik oxa paralel düşən şüa sındıqdan sonra f-dən keçir. İkinci şüamız da var idi. Bizim ki, həmin şüa nə edirdi? O sınmadan mərkəzdən keçirdi. Bir dəqiqə, bunu yaxşı çəkmədim. Həmişə çalışın, indi burada damalıdır, amma siz elə eləyin ki, çalışın həmişə
məsafələri düzgün götürəsiniz. Əks halda xəyal düzgün alınmayacaq. Cisim yerləşir kefdən arxada. Deməli, ikinci şüamız göndərilir. İkinci şüa demişdik ki, sınmadan optik mərkəzdən keçməlidir. Bu şüaların kəsişdiyi yerdə, bax, bu şüaların kəsişdiyi yerdə cismin xəyalı alınacaq. Bax, buranı da qeyd edək ki, fokus mərkəzdir. Şüaların yollarında göstərirəm. Belə, belə. İkinci şüa sınmadan mərkəzdən keçdi və bu şüaların kəsişdiyi yerdə cismin xəyalı alındı. Baxın, belə bir xəyal alındı. Cismin xəyalı olacaq. Yəni, mən buna yazacağım A', B'. A', B'. Deməli, şüalar özləri kəsişdiyinə görə alınan xəyalı adlandırırlar həqiqi xəyal. Onda deyirik ki, cisim iki qat fokusdan arxada olanda cismin xəyalı, alınan cismin xəyalı həqiqi olacaq. Xəyalımız deməli necə oldu? Həqiqi. Xəyal həqiqidir. Xəyal həqiqi. Həqiqi. Və harda alındı cismin xəyalı? Görürsünüz, iki qat fokus ilə fokus arasında və kiçildilmiş xəyal alındı. Cismin özünün hündürlüyü ilə xəyalın hündürlüyü arasında görürsünüz, fərq var. Və deməli, kiçildilmiş, yazıram bura, kiçildilmiş. Kiçildilmiş, yəni küp kiçikdir birdən. Sonra tərsinə çevrilmiş, görürsünüz. AB cismi yuxarı durduğu halda xəyal onun tərsinə alındı. Çevrilmiş deyirsiniz, tərsinə də deyə bilərsiniz. Çevrilmiş xəyal alınır. Xəyal linzanın fokusu ilə iki qat fokus arasında alınıb. Onu da işarə edəndə şərti olaraq belə işarə edəcək. F kiçikdir F-dən, o da kiçikdir 2F-dən. Bax, bu şəkildə xəyal alınacaq. Əgər cisim D böyüdür 2F-də yerləşərsə, onun xəyalı 2F-lik arasında alınacaq. Bu bizim deməli cismin xəyalının qurulmasının iki dənə şüadan istifadə edərək çəkilməsidir. Bu şəkildə digər şüaların da, yəni digərlərinin də xəyallarını qurmaq olar. İndi isə cismi yerləşdirək iki qat fokus nöqtəsində. Baxaq. Deməli, bu bizim cismimiz, AB cismimiz olsun. Adlandıraq bunu da AB. Cisim yerləşib iki qat fokusda. Gəlin görün xəyal necə alınacaq. Gəlin də cismi kiçildək. Deməli belə. Cismi biraz kiçildim. İndi baxırıq xəyalın alınmasına. Yəni işıq şüası düşdü. Baş optik oxa paralel deyil. Sınıqdan sonra dedik ki, şüa hardan keçməlidir? Baş optik, daha doğrusu fokus nöqtəsindən keçməlidir. İndi şüanı keçirək fokus nöqtəsindən. Görək xəyal harda və necə alınacaq. Düşdü bu şəkildə. Şüanın yolunu da belə göstərirəm. İndi ikinci şüaya baxaq. İkinci şüa isə demişdik ki, sınmadan mərkəzdən keçməlidir. İkinci şüamız da budur. Sınmadan mərkəzdən. Birazca xətamız var. Bunu düzəldək. Deməli, bu şüaların ikinci şüamız da sınmadan optik mərkəzdən keçdi. Həmin şüaların kəsişdiyi yerdə AB cisminin xəyalı alındı.
Gəlin görək xəyal harda alınıb. AB cisminin xəyalı ilə keft alınıb. Deməli, araşdırırıq. Əgər bura yazıram, araşdırırıq, B-ştirik, xəyala yazıram. Yenə də şüalar özləri kəsişdiyinə görə xəyal haqqında fikirlərimizi yazaq. Xəyal necə olacaq? Həqiqi. Tərsinə çevrildi, çevrilmiş. Və burada bu dəfə xəyal ilə cismin özü boydadır. Özü boyda xəyal alınmaq xətti böyütmənin vahidə bərabər olması deməkdir. 2 bərabərdir 1-ə. Deməli, həqiqi çevrilmiş və özü boyda xəyal alındı. Həmişə diqqət yetirirsiniz şüaların məsafələrə. Yenə də deyirəm, məsafələr düzgün alınmayanda cismin xəyalı düzgün alınmır. Bəs indi bayaqları növünə göstərdiyim ikinci hal ki var. Cisim 2 qat fokusdan arxada yerləşir, xəyal kiçildilmiş hal. Fotoaparatda məhz cisimlərin xəyalı belə alınır. Bunu bura qeyd edirəm. Fotoaparatda. Fotoaparatda belə xəyal alınır. Tərsinə çevrilmiş, kiçildilmiş və həqiqi xəyal. Dedik ki, cismin xəyalı ilə 2 qat fokusda alınır. Onda xəyal məsafəsində 2F yazırıq. Həqiqətən də xətti böyütmədə yerinə qoysaq ki, F bölü D, alınacaq 2F bölü 2 vahidə bərabərdir. Deyir ki, cismin öz boyda həqiqi və tərsinə çevrilmiş xəyalı alınacaq. Dördüncü hal araşdıraq. İndi isə cismi qoymuşuq 2F ilə F arasına. Gəlin görək xəyal necə alınacaq. Yazaq cismi adlandıraq. AB cismi yenə bu olsun A, bu da B. İndi gəlin işıq şüalarını yönləndirək cismin üzərinə, linzanın üzərinə. Baş optik oxa paralel düşdü. Sındı, F-dən keçdi. İkinci şüamız sınmadan optik mərkəzdən keçir. İndi baxırıq bura. 2F də F arasında olanda cismin xəyalı şüalara fikir verin. Gəldi, kəsişdi bax bu nöqtədə. Deməli, cismin xəyalı bir dəqiqə 2F-dən arxada alınacaq. 2F-dən arxada alınacaq. Biraz da sürüşdürək bu tərəfə. 2F-dən arxada necə? Yenə çevrilmiş, amma bu dəfə xəyal böyümüşdür. Həqiqi xəyaldır, çünki şüalar özləri kəsişib. Onda yazırıq xəyal haqqında fikirlərimizi yazaq yenə. Deməli, xəyal həqiqi çevrilmiş və böyüdülmüş xəyal alındı. Proyeksiya aparatında məhz belə xəyal alınır. Proyeksiya aparatı. Böyüdülmüş xəyaldırsa, Q vahiddən nədir? Böyük yazmalıyıq. Q böyükdür 1-dən. Cismin xəyalı harda alındı? 2F-dən arxada. Onda yazırıq xəyal məsafəsi deyə yox, F-lə işarə olunur. Xəyal məsafəsi böyükdür 2F-dən. Həqiqətən də cisim linzadan xəyala qədər məsafə 2F-dən böyükdür. 5-ci halda cismi yerləşdiririk. F fokus nöqtəsində, yəni D bərabərdir. Yazırıq D bərabərdir F-ə. D bərabərdir F. Bu zaman cismin xəyalı haqqında gəlin xəyalına baxaq görək necə alınacaq. Deməli, yenə cismi yerləşdirirəm burada. AB cismi. Baş optik oxa paralel düşdü şüalarımız. Sındı. F-dən keçdi. İkinci şua demişdik ki, sınmadan mərkəzdən keçəcək. İkinci şuanı da çəkək. Bu şualar gördüyünüz kimi kəsişmir.
Deməli, onda belə çıxır ki, cisim fokus nöqtəsində yerləşəndə onun xəyalı alınmır. AB cismini adlandıraq. AB. Deməli, cismin xəyalı alınmır. Biz qəbul edirik. D bərabər F olanda ümumiyyətlə şüalar kəsişmir və xəyal alınmır. Növbəti 6-cı hal. 6-cı hal. Cismi yerləşdirək F-dən qabaqda, yəni D kiçikdir F olsun. Gəlin görək bu zaman xəyal necə? Gördüyünüz kimi yenə baş optik oxa paralel düşən şüa F-dən keçir. İkinci şuanı çəkək. İkinci şua sınmadan mərkəzdən keçəcək. Yenə də gördüyünüz kimi bu şualar kəsişməyəcək. Şualar özləri deyil, bu dəfə onların uzantılarını kəsişdirmək olar. Şuaların uzantılarının kəsişdiyi yerdə xəyal alınacaq. Baxın, deməli bu şuaların özlərinin deyil, uzantılarının kəsişdiyi yerdə cismin xəyalı alınacaq. Bir dəqiqə. Uzantılarının kəsişdiyi yerdə xəyal alınacaq. Ben xəyalda çəkək. Və bu zaman cismin görüldüyü kimi xəyalı özündən arxada böyüdülmüş və düzünə xəyal alınacaq. Yazırıq. D kiçikdir F olanda deməli xəyal haqqında yazaq. Xəyal. Xəyal necə alındı? Həqiqi yox. Şualar özləri kəsişmədi, uzantılar kəsişdi. Uzantıların kəsişdiyindən alındığına görə ona deyirik ki, məfhumi. Bu dəfə çevrilmiş demirik. Məfhumi düzünə və böyüdülmüş xəyal. Böyüdülmüş xəyal alındı. Deməli, xəyal düzünə məfhumi və böyüdülmüş oldu. Böyüdülmüşdürsə əgər deyirik ki, Q vahiddən böyükdür. Xəyal məsafəsi isə cisim məsafəsindən böyükdür. D böyükdür F-dən. Yəni cisimdən linzaya qədər məsafə bu qədərdir, amma xəyaldan linzaya qədər məsafə cisimə qədər məsafəni böyükdür. Deməli, lupada məhz belə xəyal alınır. Lupada belə xəyal alınır. Deməli, toplayıcı linzada biz xəyalların hamısını qurduq. Bütün xəyalların hamısını çəkdim. Qaldı bir dənə səpici linza. Onu da indi izah edəcəm. Deməli, səpici linzaya keçmədən öncə bir qeyd nəzərinizə çatdırım ki, ümumiyyətlə cisim toplayıcı linzanın fokus nöqtəsinə yaxınlaşdıqca xəyal linzadan uzaqlaşır və onun ölçüsü böyüyür.